Öd kisəsi çıxıbsa bu həyatım üçün təhlükəlidirmi? Öd kisəsi bədənimizdə öd üçün depo funksiyasını daşıyır. Qaraciyər 24 saat ərzində öd ifraz eləyir və qidalanmadığımız müddətlərdə, məsələn, gecə yatarkən öd depo olaraq kisədə toplanır və qidalandıqca porsiyalarla bağırsağa ifraz olunmağa başlayır. Əgər öd kisəsində bir xəstəlik varsa, daşlar, polip və ya başqa səbəblər və öd kisəsi çıxırsa, o zaman xəstələrdə nə müşahidə edilə bilər? Əməliyyatdan sonra ilk ay ərzində sizlərdə yağlı qidalara qarşı bir davamsızlıq müşahidə edilə bilər. Bu da səbəbsiz olaraq şişkinlik, ishal verə bilər. Eyni zamanda qidalanmaq üçün tez-tez aclıq hissləri yaranır ki, sizi qidalanmağa məcbur edir və bunun qarşısını almaq lazımdır ki, artıq çəki almayasınız. Bundan başqa elə bir təhlükəli tərəfi yoxdur. Öd kisəniz çıxıbsa, ilk 10 gün ərzində qaz yaradacaq qidalardan uzaq durmağı məsləhət bilirik ki, həm ağrı verməsin, həm də bu şikayətlərinizi daha da qıcıqlandırmasın. Eyni zamanda gündəlik 3 dəfə qidalanmaya riayət edirsiniz. Aclıq hissləri gələndə sadəcə bol maye qəbul edirsiniz. Təkrar edim ki, bu bütün xəstələrdə olmur. Sadəcə bir qrup xəstədə əməliyyatdan sonra bunlar rast gəlinə bilər. Zamanla bədən özünü tənzimləyir və bunların heç biri qalıcı deyil.